Canon'un öz linsasını istifadəyə verdi. Hansı ki, RF 20-50. 20 mm, 50 mm f4. F4 linsasıdır. Ümumiyyətlə, həmişə çəkilişlərdə ən çox istifadə elədiyimiz və ən yaxşı linzalardan biri olduğuna, bu vaxta qədər buraxılan bəlkə də ən yaxşı linzalardan biri olduğuna inandığımız tək bir linza var, 24-70. Çünki bu 24-70-i biz həmişə hansı cür situasiyada istəsəz istifadə edə bilirsiniz və 24-70-i Ronin'in üstündə istifadə etmək çox yaxşıdır. 20-50, hansı ki 20-50 yaxşı diapazondur və 20-50 power zoomlandır. Artıq bu power zoomu sən rahatçılıqla qoşdun kamerana və onu sən qoşursan Ronin'ə, Ronin'in yanından artıq sən zoom eləyə bilirsən. Çünki onun daxilində power zoom var. Yəni Ronin'in o arxasındakı yerindən, fırladan yerindən artıq sən oradan zoom eləyə bilirsən. 20-50 mm-də yaxşı istifadə edə bilirsən. Bax, çox yaxşıdır. 20-50 mm power zoomla, Ronin'lə belə sürətli çəkilişlərdə, canlı yayım məsələlərində ən çox da Ronin'in özündən super olar. 420 qramdır, çox yüngüldür. O Peter'da bundan var idi. Deməli, o göstərir, rahat şəkildə belə tutub çəkiliş eləyir, vlog çəkir. Onun üstündən zoom in, zoom out eləyir, 50-dən 20-yə. İçindədir deyə zoomu. Artıq sən narahat olmursan da, o linzanı tutub onun üstündən zoom in, zoom out eləyə bilirsən.